İnsanı görünən dünya qane etmədiyi üçün görünməyənə meyl edir. İnsan taleyinə nəzarət etmək, gələcəyi qabaqcadan bilmək istəyir. Cadu dediyimiz şeydə Qurandakı sehr anlayışının bir forması kimi başa düşülür. Quranda buyurur, onların ipləri və əsaları sehr nəticəsində hərəkət edirmiş kimi göründü. Əslində ip hərəkət etmirdi, amma insanlara elə göstərildi. Şəhid Mürtəza Mütəhərri izah edirdi ki, sehr çox vaxt idrakin aldadılmasıdır. Ümumiyyətlə, insanın ən böyük yanılmalarından biri gələcəyi idarə etmək istəyidir. Şəhid Mürtəza Mütəhərri yazırdı ki, falçılar və gələcəyi görənlər əslində qeybi bilmirlər. Ya insanın psixologiyasını oxuyur, ya ehtimalları düzgün qurur, ya da ümumi ifadələr deyirlər. Və insan özü bunu öz həyatına uyğunlaşdırır. Çünki insan bəzən aldadılmaq istədiyi üçün aldanır. Məsumlardan nəql olunur ki, sehirlə məşğul olmaq böyük günahdır. Ayətullah Behçət ağa yanına gələn insanlara tez-tez deyirdi ki, hər şeyi sehrə bağlamaq insanı zəiflədir. İnsanlara zikir, təqva və sadə həyat tövsiyə edirdi. Çünki bilirdi ki, problemin kökü çox vaxt daxildədir. Ümumiyyətlə, sehir, başqasına təsir etmək insanın Allahdan müstəqil güc əldə etmək istəyi olaraq bildirilir. Bəziləri iddia edir ki, elə ariflər də falçılar kimi gələcək görmə iddiaları var. İrfan alimləri heç vaxt demir ki, arif oturub sabah nə olacağını film kimi görür. Əllomə Təbətəbai bu mövzuda deyirdi ki, arifin bildiyi şey gələcək deyil, səbəblərin axarıdır. İnsan adi halda hadisəni görəndə anlayır, arif isə səbəbi görəndə nəticəni hiss edir. Məsələn, bir insanın daxilində təkəbbür, kin, qarşılıq varsa, arif bilir ki, bu insanın yolu hara gedir. Bu sadəcə həqiqəti dərindən görməkdir. Tarixdə bəzi rəvayətlər var ki, Peyğəmbər Sallallahu sehr edilməsi iddia olunub. Lakin Əllomə Təbətəbai və digər böyük alimlər bu mövzuda çox aydın bir mövqe qoyur. Peyğəmbərin idrakına və vəhyinə heç bir təsir ola bilməz. Çünki əks halda vəhyin etibarı sarsılar. Quranda buyrulur, onlar Süleymanın hökmranlığı haqqında şeytanların oxuduqlarına tabe oldular. İnsanlar arasında ərlə arvadın arasını ayıran şeyləri öyrənirdilər. Quran bu ayədə insan münasibətlərinə müdaxilənin qadağan olunduğunu göstərir. İrfan alimləri bu cür əməl etmə, bağlama kimi işləri açıq şəkildə qadağan edir. Çünki insanın azad iradəsinə müdaxilədir. İslamda isə insanın azadlığı müqəddəs sayılır. Əllomə Təbətəbai bu ayəni izah edərkən deyirdi ki, sehr tam müstəqil güc deyil. Yalnız Allahın izni çərçivəsində təsir edə bilər. İnsan elə bilir ki, sehr taleyi dəyişən bir qüvvədir. Amma İrfan deyir ki, heç bir qüvvə Allahın iradəsindən kənar deyil. İrfan alimləri sehri iki səviyyədə izah eləyir. Birincisi zahiri səviyyədir. Burada sehr müəyyən təsir yarada bilər. Belə ki, insanlar arasında ayrılıq salmaq, qorxu yaratmaq kimi təsirlər mümkündür. Amma bu təsir birbaşa qəlbin dərin mərkəzinə çatmır. İkincisi isə batini səviyyədir. Bu səviyyədə sehr heç bir gücə malik deyil. Çünki qəlb Allaha bağlıdırsa, ora yad təsir girə bilməz. Ayətullah Behçət ağa deyirdi ki, insanlar çox vaxt öz qorxularını sehr adlandırır. Hər problemi qeybi səbəblərə bağlamaq yanlışdır. Tövsiyə edirdi ki, zikir, namaz və təqva insanı daxildən qoruyur. İrfanda qeyd olunur ki, insanın öz qaranlığı sehirdən daha təhlükəlidir. Əgər insan kin saxlayırsa, qorxu ilə yaşayırsa və Allaha güvənmirsə, o artıq təsir altındadır. Quranda buyrulur, onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Əllomə Təbətəbai izah edirdi ki, Allahın izni Allahın razılığı demək deyil. İzin iki cür başa düşülür. Təşri və təkvini. Sehr məsələsində bu təkvini izindir. Allah sistemi elə yaradıb ki, müəyyən səbəblər təsir göstərə bilər. Amma bu Allahın o işi bəyəndiyi demək deyil. Quran buyurur, kim Allaha təvəkkül edərsə, Allah ona kifayətdir. Bu ən böyük qorunmadır. İrfan alimləri açıq deyir ki, insanların gördüyü sehirlərin böyük hissəsi psixoloji təsirdir. Məsələn, birinə deyirlər, sənə əməl ediblər, yolun bağlanıb, insan da bunu qəbul edir. Sonra isə daxildə qorxu başlayır, diqqət daralır və qərarlar zəifləyir və nəticə doğrudan dəyişir. Peyğəmbər Sallallahu dövründə bəzi insanlar sehirbazlara gedirdi, cadügərlərlə əlaqə qururdu, insanlara təsir etmək istəyirdi. İslam bu mühiti dəyişmək üçün gəldi. Qur'anın Fələq və Nas surələrinə diqqət yetirək. Qaranlığın şərindən, düyünlərə üfürənlərin şərindən sözləri keçir. Amma əsas vurğu budur, Allaha sığınmaq. Əllomə Qazi deyirdi ki, qəlbi Allaha bağlı olan insanın üzərinə pis enerji gəlsə də, o enerji sanki havadan keçib gedir, iz qalmaz.